Saat 20 xəbər axşamı başlayır. Axşamımızın xəbər bələdçisi mənəm, Novruz Harun. Türkiyədə Azərbaycanın hərbi qulluqçularının iştirakı ilə keçirilən EFES 2026 çoxmillətli birgə müştərək təlimi davam edir. Azərbaycan nümayəndə heyətinin rəhbəri general-leytenant Azər Əliyev təlimin keçirildiyi ərazi ilə tanış olub, təlim yerlərində yaradılan şərait və yerinə yetirilən fəaliyyətlərlə maraqlanıb. Təlimdə əsas diqqət iştirakçı ölkələrin bölmələri arasında birgə fəaliyyət zamanı koordinasiyanın gücləndirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib. Dünya gündəmi ilə davam edirik. Rusiyanın gecə hücumu nəticəsində Kiyevdə 5 nəfərin öldüyü məlumdur. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə Kiyevdə 40-a yaxın insan yaralanıb. Hazırda Kiyevin Darnitsk rayonunda axtarış xilas etmə əməliyyatı davam edir. Ondan çox insan itkin düşübmüş sayılır, Zelenski yazıb. Ukrayna prezidenti bildirib ki, bütün bu hücumlara ədalətli cavab veriləcək. O, bütün dünyanı Moskvaya təzyiq göstərməyə və Ukraynanın tərəfində dayanmağa çağırıb. İsrail ordusunun İranla bağlı missiyası hələ bitməyib. İsrail Müdafiə Naziri İsrail Katz deyib ki, İsrail ordusu yenidən hərəkətə keçmək məcburiyyətində qala biləcəyi ehtimalına hazırdır. Məqsədlərə danışıqlar yolu ilə çatılmasa yenidən tədbir görəcəyik deyə Katz vurğulayıb. Birləşmiş Ərəb Əmirlikləri ABŞ və İsrailin İrana qarşı müharibəsində birbaşa iştirak edib. Bu iddianı İran Xarici İşlər Naziri Abbas Əraqçı irəli sürüb. İraqçı iddia edir ki, Birləşmiş Ərəb Əmirlikləri müharibə zamanı öz ərazilərindən İrana qarşı artilleriya və texnika atəşi üçün istifadə olunmasına icazə verib. NATO'nun baş katibi Mark Rutte Kiyevdə yardımla bağlı artan gərginliyi azaltmaq üçün alyansın müttəfiqlərini ümumdaxili məhsulun 0,25%-ni Ukraynaya ayırmağa çağırıb. Lakin 10 milyardlarla dollar əlavə yardım əldə edə biləcək təklif artıq bəzi əsas NATO üzvlərinin sərt müqaviməti ilə üzləşir. Alyansın baş katibi ötən ayın sonlarında NATO səfirlərinin qapalı görüşündə də bu çağırışı edib. O, alyansın Türkiyədə keçiriləcək iyul sammitinə hazırlıq çərçivəsində bu təkliflə çıxış eləyib. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump ABŞ-Çin münasibətlərini ən yaxşı nöqtəsinə çatacağına ümid etdiyini bildirib. Trump bu barədə Çin lideri Xi Jinpinglə görüşü zamanı danışıb. Sizinlə birlikdə olmaq şərəfdir. Sizin dostunuz olmaq şərəfdir. Çinlə ABŞ arasındakı münasibətlər əvvəlkindən daha yaxşı olacaq. Qarşımızda parlaq bir gələcək var. Trump belə deyib. Çin lideri Xi Jinping isə deyib ki, Çin və ABŞ tərəfdaşlıq qurmalı və bütün dünyanın rifahı üçün sabit, iki tərəfli əlaqələr təmin etməlidir. Prezident Trumpla ölkələrimiz və dünya ilə bağlı əsas məsələlər barədə fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyirəm ki, birlikdə düzgün kurs təyin edə və Çin-ABŞ münasibətlərinin böyük gəmisini effektiv şəkildə idarə edə bilək deyə Xi Jinping qeyd edib. Çin sədri onu da deyib ki, 2026-cı il iki ölkə arasında münasibətlərin inkişafı üçün tarixi və əlamətdar bir il olmalıdır. Dövlət başçısı bundan başqa Çin və ABŞ arasında qarşıdurmanın qarşılıqlı zərərə səbəb olacağını, iki tərəfin rəqib deyil, tərəfdaş olmalı olduğunu bildirib. Yeri gəlmişkən ABŞ prezidenti Donald Trump'ın Venezuela ilə bağlı son açıqlamaları iki ölkə arasında yeni siyasi gərginlik yaradıb. Trump'ın Venezuelanı ABŞ-nin 51-ci ştatı kimi təqdim eləməsi Karakasın sərt reaksiyasına səbəb olub. Venezuela rəhbərliyi ölkənin müstəqilliyinin müzakirə mövzusu olmadığını bəyan edib. Mövzu ilə bağlı daha ətraflı növbəti materialda. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın Venezuela ilə bağlı açıqlamaları Latin Amerikasında geniş rezonans doğurub. Trump bu həftə 2 dəfə Venezuelanın ABŞ-nin 51-ci ştatı ola biləcəyi ilə bağlı fikirlər səsləndirib. Son olaraq o, sosial şəbəkədə Venezuela xəritəsinin ABŞ bayrağı rənglərində təqdim olunduğu paylaşım edib.
Vaşinqtonun bu açıqlamaları Karakasda ciddi narazılıq yaradıb. Venezuela rəhbərliyi ölkənin suverenliyinin və müstəqilliyinin müzakirə predimenti olmadığını bildirib. Müvəqqəti prezident səlahiyyətlərini icra edən Delcy Rodriguez ABŞ-yə qoşulmaq ehtimalını qəti şəkildə rədd edib. O bildirib ki, Venezuela xalqı müstəqillik uğrunda mübarizə tarixini qorumaqda qərarlıdır. Rəsmi Karakas vurğulayır ki, ölkə xarici təzyiqlərə baxmayaraq öz siyasi kursundan geri çəkilməyəcək. Hakimiyyət nümayəndələri Birləşmiş Ştatların bəyanatlarını daxili işlərə müdaxilə kimi qiymətləndirir. ABŞ və Venezuela arasındakı münasibətlər son illərdə daha da gərginləşib. Vaşinqton 2019-cu ildən Nicolas Maduronu ölkənin legitim prezidenti kimi tanımır. ABŞ administrasiyası Venezueladakı hakimiyyətə qarşı sanksiyalar tətbiq edib və müxalifəti dəstəklədiyini açıqlayıb. Bu ilin əvvəlində Nicolas Maduro və həyat yoldaşı Silvia Flores'in Birləşmiş Ştatlar tərəfindən saxlanılması da münasibətdə yeni böhran yaradıb. Onlar New Yorkda narkotik qaçaqmalçılığı ittihamı ilə məhkəmə qarşısına çıxarılıblar. Hər iki şəxs ittihamları rədd eləyir. Maduro'nun saxlanılmasından sonra Venezuelada ABŞ əleyhinə aksiyalar keçirilib. Etirazçılar küçələrdə Birləşmiş Ştatlar bayraqlarını yandırıb, Amerika rədd olsun şüarları səsləndirib. Hakimiyyətə yaxın silahlı qruplar da aksiyalarda fəal iştirak edib. Siyasi müşahidəçilərin fikrincə, Vaşinqtonun Karakasa qarşı təzyiq siyasəti yaxın dövrdə də davam eləyəcək. Bununla yanaşı Venezuela rəhbərliyi ölkənin müstəqilliyini qorumaq üçün müqaviməti davam etdirəcəyini bəyan edir. Hindistanın şimalında baş verən güclü fırtına və leysan yağışlar faciəyə səbəb olub. Azı 96 nəfər həyatını itirib, onlarla insan yaralanıb. Hindistanın şimalında baş verən güclü toz fırtınaları, leysan yağışlar və ildırım nəticəsində azı 96 nəfər həyatını itirib. Onlarla insan yaralanıb. Rəsmilərin 14 may tarixində yaydığı məlumata görə təbii fəlakət yaşayış evlərinə, elektrik xətlərinə və nəqliyyat infrastrukturuna ciddi ziyan vurub. Fırtınalar 13 may gecəsi ölkənin ən sıx məskunlaşmış Uttar Pradesh ştatının bir neçə rayonunu əhatə edib. Təbii fəlakət nəticəsində 50-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Ölənlərin bir qismi aşan ağacların və uçan konstruksiyaların altında qalaraq, digərləri isə ildırım vurması nəticəsində həyatını itirib. Bir sıra yaşayış məntəqələrində evlərin damları dağılıb, yollar bağlanıb və elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Polis və Fövqəladə Hallar Xidmətlərinin əməkdaşları yolları və dəmir yolu xətlərini aşmış ağaclardan təmizləmək üçün motorlu mişarlardan, ağır texnikadan və kranlardan istifadə ediblər. Xilasetmə əməliyyatları bir neçə rayonda gecə boyu davam edib. Mütəxəssislər bildirirlər ki, Hindistanın şimalında mart-iyun aylarını əhatə edən isti mövsümdə musson yağışları başlamazdan əvvəl belə güclü fırtınalar və ildırımlı hava hadisələri tez-tez müşahidə olunur. Azərbaycanda mühəndislik təhsilində yeni mərhələyə start verilib. Ascon Mühəndislik və Texnologiya Məktəbi universitetlə sənaye əməkdaşlığını gücləndirərək tələbələrə beynəlxalq standartlara uyğun təhsil imkanı yaradacaq. Layihə çərçivəsində gənclər süni intellekt, kiber təhlükəsizliyi və data analitikası kimi müasir sahələr üzrə ölkədən çıxmadan təhsil ala biləcəklər. Ascon Holding və Azərbaycan Texniki Universitetinin əməkdaşlığı və TUM International GmbH-in akademik dəstəyi ilə təsis edilən Ascon Mühəndislik və Texnologiya Məktəbinin təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində çıxış edən Elm və Təhsil Naziri Emin Əmrullayev dedi ki, ASET proqramı ali təhsildə nəzəri biliklə praktiki təcrübənin daha sıx əlaqələndirilməsi baxımından mühüm təşəbbüsdür və bu müasir əmək bazarında universitetlə sənaye arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. İşin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Texniki Universiteti ilə birlikdə deməli München Texnik Universiteti və əmək bazarının aparıcı belə deyək, böyük işə götürənlərindən olan Ascon və onlar arasında olan bütün innovasiya ilə seçilən şirkətlər bir araya gəlir və inanıram ki, bu bir araya gəlmək, bu əməkdaşlıq Azərbaycan gənclərinin, Azərbaycan tələbələrinin daha yaxşı gələcəyini təmin etmək məqsədi daşıyır.
Çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev qeyd etdi ki, yeni təsis edilmiş məktəb Azərbaycanda sənaye və ali təhsil arasındakı daha praktik, beynəlxalq akademik keyfiyyət standartlarına əsaslanan və gələcəyin texnoloji peşələrinə istiqamətlənmiş innovativ əməkdaşlıq modelini formalaşdırır. Elm və Təhsil Naziri ilə bir yerdə biz geniş bir proqram üzərində işlədik və bu proqram məktəbdən universitetə, universitetdən iş yerinə qədər bütün mərhələləri özündə əhatə edir və artıq mən məmnuniyyətlə qeyd edə bilərəm ki, bu proqramın icrasına başlamışıq. Bu əməkdaşlığın növbəti addımı bu günləri Askon Elm və Texnologiyalar Məktəbinin yaradılmasıdır və bu məktəbin digər məktəblərdən, digər ali tədris müəssisələrindən fərqləndirən əsas cəhət ondan ibarət olacaq ki, tələbələrimiz burada elmi öyrənməklə yanaşı eyni zamanda praktik biliklər əldə edəcəklər. TUM International GmbH'in icraçı direktoru Friederike Hettingering sözlərinə görə bu layihə Bakıda kompüter elmləri, data analitikası, süni intellekt və kiber təhlükəsizlik sahələrində regional mükəmməllik mərkəzinin qurulmasına yönəlmiş uzun müddətli öhdəliyin başlanğıcıdır. Sonra Askon Mühəndislik və Texnologiya Məktəbinin təsis edilməsinə dair müqavilə imzalandı. Azərbaycanda sənaye və akademiyanın bir yerə gəldiyi, bu cür sıx formada bir yerə gəldiyi ilk layihədir demək olar. Çünki Askon Holding təhsil prosesinin bütün mərhələlərində birinci tələbələrin seçim mərhələsindən tutmuş, təhsil prosesi dövründə tələbələri dəstəkləyəcək. Bu müxtəlif formalarda olacaq. Bu mentorluq proqramı vasitəsilə, hansısa təcrübə proqramları vasitəsilə olacaq. Kurikulumun yaradılmasında Askon Holding iştirak edəcək. Bu yeni məktəb onunla fərqlənir ki, burada ən yeni məzmunun, xüsusilə də süni intellekt, kiber təhlükəsizlik, kompüter elmləri sahələrində olan məzmunun tətbiqindən əlavə, həmçinin mühəndislik və sənaye ilə əməkdaşlıq qurulması planlaşdırılır. Magistr və ya bakalavr proqramları çərçivəsində qurulan bu əməkdaşlıqla biz uzun müddətli tərəfdaşlığa ümid edirik. Biz yüksək standartların formalaşdırılmasını səbirsizliklə gözləyirik. Kompüter elmləri və süni intellekt sahəsindəki bacarıqlarımızı, biliklərimizi və təcrübəmizi Azərbaycandakı istedadlı tələbələrə öyrətməyin yollarını axtarırıq. Biz inanırıq ki, bu layihənin ilk mərhələsi 5 ildən sonra tamamlandıqda və ilk istedadlı kadrlar formalaşdıqda onlar artıq iş axtarmayacaqlar. Əksinə, özləri iş yerləri yaradacaqlar. Azərbaycan Texnik Universitetinin nəzdində təsis edilən məktəbdə Münhen Texnik Universitetinin dünya səviyyəli akademik təcrübəsi tətbiq olunacaq. Proqram ölkənin ali təhsil müəssisələrində müvafiq texniki ixtisaslar üzrə birinci kursu başa vurmuş tələbələr üçün nəzərdə tutulub. Ağdamda böyük qayıdış proqramı çərçivəsində geniş miqyaslı bərpa və məskunlaşma prosesi davam edir. Şəhərdə artıq 1700-dən çox yeni iş yeri yaradılıb və Ağdam Sənaye Parkı ölkənin aparıcı sənaye mərkəzlərindən birinə çevrilir. Gələcək planlara görə Ağdam həm əhalinin geri dönüşü, həm də sənaye inkişafı ilə Azərbaycanın 4-cü böyük sənaye şəhəri olacaq. 2026-cı ilin sonlarına kimi Ağdam rayonuna geri qaytarılacaq keçmiş məcburi köçkünlərin ümumi sayının 20 min nəfərə çatdırılması düşünülür. Böyük qayıdış proqramı çərçivəsində indiyə kimi bərpa edilən yaşayış məntəqələrinə 3400-dən çox ailə, yəni təxminən 14 minə yaxın insan geri dönüb. Geri dönənlər əsasən Ağdam şəhərində və rayonun 3 kəndində, Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində məskunlaşıblar. Bu insanların yerləşdirilməsi üçün minlərlə mənzil tikilib. Təkcə Ağdam şəhərində tikilmiş ikinci yaşayış kompleksində 1268 mənzil istifadəyə verilib. Mənzillər tam təmirli və mebellə təchiz olunub. Kompleksdə 60 çoxmərtəbəli bina inşa edilib. Şəhərdə inşa edilən daha 2 yaşayış kompleksində də yüzlərlə mənzil istifadəyə veriləcək. Rayona geri dönən keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçün də rayonda ciddi işlər görülür. Artıq bərpa olunan yaşayış məntəqələrində 1700-dən artıq yeni iş yeri yaradılıb. Bunun 700-ə yaxını dövlətdən maliyyələşən sektorlarda yaradılan iş yerləridir. Bu sıraya təhsil və səhiyyə işçiləri, yerli idarəetmə və xidmət qurumlarının işçiləri daxildir. Lakin rayonda yaradılan yeni iş yerlərində əsas rol özəl sektorun payına düşür.
Rayonda yaradılmış Ağdam Sənaye Parkında mindən çox yeni iş yerləri yaradılıb. Hazırda Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkənin ikinci ən böyük sənaye parkıdır. İndiyə kimi Ağdam Sənaye Parkında 30 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən layihələrə 150 milyon manata yaxın investisiya yatırılıb. Sənaye Parkında 13 müəssisə fəaliyyətə başlayıb. Bu müəssisələr Azərbaycanda qeyri-neft sənayesinin və xalq istehlakı mallarının istehsalı üzrə xüsusi mərkəzə çevrilib. Bu müəssisələrdə divar kağızı, ayaqqabı, tikinti materialları, elektron platalar kimi məhsullar istehsal edilir. Sənaye Parkının şəhərdə tikilən yaşayış məhəllələrinə yaxın yerləşməsi işçilərin işə 10-15 dəqiqəyə piyada gedib gəlməsinə imkan yaradır. Yaxın gələcəkdə Sənaye Parkında tikilən digər müəssisələr də işə başlayacaq və toplam iş yeri sayı 20.400-ə çatacaq. Sənaye Parkı tam gücü ilə işə düşdükdən sonra Ağdam ölkənin Bakı, Sumqayıt və Gəncədən sonra 4-cü böyük sənaye mərkəzinə çevriləcək. Bakıda Qlobal Cənub Qeyri-Hökumət Təşkilatı platformasının ilk baş assambleyası keçirilib. Toplantıda 100-dən çox ölkədən gələn QHT nümayəndələri iqlim, beynəlxalq əməkdaşlıq və qlobal çağırışları müzakirə ediblər. Tədbirin sonunda platformanın katibliyi 5 il müddətinə Azərbaycana həvalə olunub. Bakı şəhər salma həftəsi çərçivəsində Gülüstan sarayında Qlobal Cənub QHT platformasının birinci baş assambleyası keçirilib. Toplantıda Latın Amerikası, Afrika, Asiya, Sakit Okean hövzəsi regionlarında yerləşən 110-dan çox ölkədən qeyri-hökumət təşkilatı təmsilçiləri iştirak edib. Azərbaycan qeyri-hökumət təşkilatları Qlobal Cənub ölkələrinin həmfikir QHT-ləri ilə birgə layihələr üzrə əməkdaşlığa başlaya bilər. Bunu Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Cənub QHT platformasının birinci baş assambleyasında çıxışında deyib. Sizin təcrübənizdən öyrənməyə və öz təcrübəmizi bölüşməyə də hazırıq. Sizi kəşf edərək sizi daha yaxşı başa düşürük. Azərbaycan 2019 və 2022-ci illərdə qoşulmama hərəkatına sədrlik etdiyi dövrdə neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərdən biri kimi müəyyənləşdirdi. Beynəlxalq institutların, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud strukturu müasir dünyanın reallıqlarını əks etdirmir. Biz hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının islahatı prosesində xüsusilə Qlobal Cənubun səsinin eşidilməsi və onun ədalətli təmsilçiliyi əsas prioritetlərdən biri olmalıdır. Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Ölkəmizin həm iki tərəfli, həm də çox tərəfli səviyyədə Qlobal Cənub ölkələri ilə hər tərəfli əməkdaşlığı mövcuddur. Birinci baş assambleyada çıxış edən prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, iqlim dəyişikliklərinin təsiri nəticəsində 2050-ci ilə qədər 260 milyondan çox insanın öz ölkələri daxilində köçməyə məcbur qalacaqlarını qeyd etdi. Eyni zamanda Xəzər dənizinin ekoloji vəziyyətinə və qlobal cənub ölkələrinin yaşadığı iqlim çətinlikləri mövzusuna toxunuldu. İnkişaf etmiş ölkələr, inkişaf etməkdə olan dövlətlərin iqlim ehtiyacları üçün hər il 300 milyard dollar ayırmaq öhdəliyinə baxmayaraq, ardıcıl olaraq ikinci ildir ki, iqlim maliyyələşdirməsini azaldırlar. Razılaşma əldə edildikdən sonra artıq ardıcıl olaraq ikinci ildir ki, inkişaf etmiş ölkələr tərəfindən geri addım atıldığını müşahidə edirik. BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi Igor Qarafuliç, BMT-nin baş katibi Antonio Guterresin müraciətini səsləndirərək Azərbaycanın çox tərəfli əməkdaşlığa sadiqliyini yüksək qiymətləndirib. As United Nations, we feel very welcomed.
Azərbaycan mürəkkəb beynəlxalq məsələlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının tərkibi və genişləndirilməsi mövzusunun açıq müzakirəsi üçün platforma təqdim edir. Azərbaycanda olduğum son 3-4 ay ərzində ölkənizin beynəlxalq məsələlərə nə qədər ciddi yanaşdığını və mürəkkəb mövzuları necə açıq şəkildə müzakirə edildiyini görə bilmişəm. Platformanın birinci baş assambleyasının toplantısında Qlobal Cənub QHT platformasında katiblik Azərbaycana keçib. Fuad Kərimli platformanın baş katibi seçilib. Bununla da Azərbaycan təşkilata 5 il rəhbərlik edəcək. Platformaya həmçinin Latın Amerikası, Afrika, Asiya və Sakit Okean hövzəsi regionlarını əhatə edən bölgələrdən 4 müavin seçilib. Struktur və operativ mexanizmlər haqqında çərçivə sənədi qəbul olunub. Mayın 17-si 22-sində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində ölkə ictimaiyyətinin bu mötəbər beynəlxalq tədbir barədə məlumatlandırılması məqsədi ilə Azərbaycanın müxtəlif şəhərlərində WUF 13 festivalı təşkil olunub. Festival Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıt şəhərlərində keçirilib və Bakıda yekun tədbirlə başa çatıb. Festivallar ümumilikdə 9 şəhərdə 115 mindən çox insanı bir araya gətirib. Bakıda keçiriləcək WUF 13 forumuna maraq böyükdür. Artıq 180-dən çox ölkədən 33 mindən artıq şəxs tədbirlə iştirak etmək üçün qeydiyyatdan keçib. Forum çərçivəsində onlarla əsas sessiya, yüzlərlə tərəfdaş tədbiri və geniş miqyaslı Urban Expo sərgisi təşkil olunacaq. Əsasən, ümumilikdə 180-dən çox ölkədən 33 mindən çox şəxs WUF 13-də iştirak etmək üçün qeydiyyatdan keçib. Ölkə daxilində daha geniş ictimaiyyətin, auditoriyanın WUF 13 haqqında, Ümumdünya Şəhərsalma Forumu və onun sessiyalarının mövzuları haqqında məlumatlandırılması məqsədi ilə WUF 13 festivalları keçirilib və Bakı şəhərində yekunlaşıb. 9 şəhərdə keçirilib bu festivallar, 2 hissədən ibarət idi proqram. Günün birinci yarısı təhsil müəssisələrində, universitetlərdə məlumatlandırma sessiyaları, axşam saatlarında isə açıq havada əyləncəli maarifləndirici proqramla davam edib. Ümumiyyətlə bu festivallarda, regionlarda, şəhərlərdə keçilən festivallarda Bakı daxil ümumilikdə 100 mindən çox şəxs cəlb olunub, iştirakçı qeyd olunub. Tədbir zamanı 40 əsas sessiya, 350 tərəfdaş tədbiri və dünyanın ən mühüm şəhərsalma sərgisi sayılan Urban Expo sərgisi keçiriləcək ki, bu da 35 min kvadrat metr ərazini əhatə edəcək. Hazırlıq işləri, istər tikinti quraşdırma işləri, istər dizayn məsələləri də artıq yekunlaşmaq üzrədir. Olimpiya stadionundan paralel olaraq Bakı şəhərinin də WUF 13 havasında bəzənməsi məsələsi də yekunlaşır, prosesi yekunlaşır. İctimai nəqliyyatda, avtobus dayanacaqlarında, monitorlarda, Bakının əsas küçə və prospektlərində və hava limanında da WUF 13 haqqında məlumatları əks etdirən məlumatlandırma lövhələri yerləşdirilib. Xatırladaq ki, qeydiyyat prosesi onlayn şəkildə mayın 15-nədək davam edəcək. Bundan başqa tədbir tarixlərində Bakı Olimpiya stadionundakı qeydiyyat mərkəzinə yaxınlaşaraq qeydiyyatdan keçib forumda iştirak etmək mümkündür. Artıq sözü gedən məkanda akkreditasiyaların paylanması proseduruna başlanılıb. Bəli, paytaxtda keçiriləcək beynəlxalq tədbirlə əlaqədar bəzi məktəblərdə dərslər distant formada təşkil olunacaq. Bəs dəyişiklik hansı məktəblərə şamil edilir? Detallar sujetdə. Mayın 17-sindən 22-sinədək Bakı böyük bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Tədbirin keçiriləcəyi müddət ərzində paytaxtda bəzi təhsil müəssisələri distant formada fəaliyyət göstərəcək. Bununla bağlı Elm və Təhsil Naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-sinədək distant formada təşkili qeyd olunub. Elm və Təhsil Nazirliyinin əmrinə uyğun olaraq 18-22 may tarixlərində
paytaxtın Yasamal, Səbail, Nəsimi, Binəqədi, Xətai və Xəzər, həmçinin Nərmanov rayonlarında ümumtəhsil müəssisələrində distant tədris Teams platforması üzərindən həyata keçiriləcəkdir. Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna təşkil edir. Həmin rayonlarda təhsil ənənəvi formada həyata keçiriləcəkdir. Onlayn dərslərə qoşulmaq üçün dərs materialları platforma üzərindən şagirdlərlə paylaşılacaqdır. Əvvəlki illərin təcrübəsi deməyə əsas verir ki, bu proses uğurla icra olunacaq. Artıq pedaqoji heyətin və məktəbin, həmçinin şagirdlərin distant təhsillə bağlı təcrübəsi mövcuddur. Azərbaycan əvvəlki beynəlxalq tədbirlərdən də belə bir təcrübəni əldə edib. Ümumiyyətlə, distant təhsil anlayışı ölkəmizdə COVID-19 pandemiyası dövründən mövcuddur. Təhsil eksperti İlqar Orcovun sözlərinə görə, beynəlxalq tədbirlər zamanı dərslərin onlayn formatda keçirilməsi uğurlu addımdır. Bakı şəhərindəki bəzi təhsil müəssisələrinin distant formata keçməsi ölkənin rəqəmsal təhsil infrastrukturunun çevikliyini və beynəlxalq tədbirlərə adaptasiya potensialını nümayiş etdirir və Azərbaycan təhsil sistemi üçün distant təhsil artıq yeni bir sınaq deyil. COP29 və Formula 1 təcrübəsi də nəzərə salmaq olar. Ölkəmiz qeyd etdiyim beynəlxalq tədbirlər zamanı daha hazırlıqlı idi. Bu dövrdə təhsil proqramlarından geri qalmamaq və şəhər infrastrukturunun yükünü azaltmaq hədəflərinə tam nail olundu. Hesab edirəm ki, onlayn təhsilə keçidin bütövlükdə təhsil alanlara müsbət təsiri ondan ibarətdir ki, proses təhsil proqramının kəsilmədən plan üzrə icrasını təmin edir. Yəni, təhsilin davamlılığı burada təmin olunur və eyni zamanda texnoloji bazası burada biz Elm və Təhsil Nazirliyinin rəqəmsal resurslarını təbii ki, nəzərdə tuturuq. Dərslərin keyfiyyət etkisi olmadan başa çatdırılmasına imkan verir. Nəzərə alsaq ki, tədbir qısa müddətli tədbirdir və bu qısa müddətli olduğu üçün onlayn dərslər şagirdlərin ümumi akademik göstəricilərinə mənfi təsir göstərməyəcək. Əksinə, hesab edirəm ki, sistemin növbəti qlobal çağırışlara qarşı daha dözümlü edəcək. Qeyd edək ki, Elm və Təhsil Naziri Emin Əmrullayevin əmrinə əsasən, onlayn təhsil ümumtəhsil müəssisələrinin məktəbə hazırlıq qrupları və ibtidai siniflərə aid deyil. Çünki onlar həmin dövrdə, yəni mayın 18-dən 22-sinədək tətildə olacaq. Belə ki, may ayının 1-dən 5-nədək onlara verilən yaz tətili bu fon ilə əlaqədar olaraq 18-22 may tarixləri ilə əvəzlənib. Nəzrin Nəzərli, Ağalar Ağalarov, Real. Süni intellekt və ağıllı texnologiyalar gələcəyin şəhərlərini necə dəyişəcək? Bakıda keçirilən 4Sim Talks tədbirində məhz bu mövzu ətrafında geniş müzakirələr aparılıb. Tədbirdə ekspertlər və şirkət nümayəndələri şəhər həyatını daha rahat və dayanıqlı eləyən yeni texnologiyaları təqdim ediblər. İqtisadiyyat Nazirliyinin tabeliyində 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin təşkilatçılığı və Memarlıq və İnşaat Universitetinin tərəfdaşlığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində ağıllı şəhərlər, dayanıqlı gələcək, şəhər transformasiyasında süni intellekt və əşyaların internet adlı 4Sim Talks tədbiri keçirilib. Tədbirdə süni intellekt, əşyaların interneti və digər innovativ texnologiyaların şəhər inkişafında rolu, ağıllı şəhər həlləri, dayanıqlı urbanizasiya və rəqəmsal transformasiya istiqamətində mövcud çağırış və imkanlar müzakirə edilib. Sessiyada dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, özəl sektor təmsilçiləri, akademik dairələr və inşaat və memarlıq sahəsini təmsil edən startapçılar bir araya gəliblər. 4Sim-in icraçı direktoru Fariz Cəfərov bildirib ki, ağıllı şəhər konsepsiyası artıq yalnız texnoloji yanaşma deyil, həm də dayanıqlı inkişaf, vətəndaş rifahı və iqtisadi səmərəliyi üçün strateji prioritetdir. O vurğulayıb ki, WUF 13 kimi qlobal platformalar çərçivəsində keçirilən bu cür müzakirələr Azərbaycanın rəqəmsal transformasiya gündəliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Məqsəd ondan ibarətdir ki, ağıllı texnologiyalar vasitəsilə şəhərlər necə formalaşdırılmalıdır, nəqliyyat sistemləri necə təşkil olunmalıdır, eyni zamanda süni intellekt alətləri vasitəsilə enerji sərfiyyatını necə idarə etmək mümkündür, təhsil, naviqasiya, təhlükəsizlik mövzularını necə
necə təmin etmək olar? Bu istiqamətdə fərqli qlobal ekspertlərimiz bu günləri bu müzakirələrdə iştirak edirlər. Ümumiyyətlə, dünyada urbanizasiya həddindən artıq sürətlənibdir. Bu günləri dünyada 70% insan şəhərlərdə yaşayır və bu rəqəm yaxın vaxtlarda 80%-ə doğru artacağı gözlənilir. Bu isə həm nəqliyyat sistemində, həm təhsildə, həm səhiyyədə ciddi çağırışlar gətirir. Belədir ki, müasir texnologiyalardan istifadə etməklə insan yönümlü şəhərləri necə təşkil etmək lazımdır və eyni zamanda elə etmək lazımdır ki, ümumi təbiət də qorunsun, karbon istifadəsi azalsın və enerji sərfiyyatı kifayət qədər minimuma düşsün. Bu istiqamətdə müzakirələrimiz təşkil olunur. Sessiya çərçivəsində İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunu və Azərbaycan Memarlıq və İnşaat Universitetini təmsil edən spikerlər tarixi şəhər mühitində rəqəmsal texnologiyaların tətbiqi, şəhər planlaşdırmasında süni intellektin rolu, innovativ idarəetmə modelləri barədə təqdimatla çıxış ediblər. Həmçinin bir sıra şirkətlərin nümayəndələri ağıllı infrastruktur sistemləri, enerji səmərəliliyi, təbiət əsaslı həllər və müasir şəhərsalma layihələrində qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı təcrübələrini iştirakçılarına bölüşüblər. Tədbir çərçivəsində inşaat sahəsində fəaliyyət göstərən yerli startapların da təqdimatları baş tutub. İtaliya və Azərbaycanlı həkimlər arasında əməkdaşlıq güclənir. Uşaq skrininqi, erkən diaqnostika sahəsində beynəlxalq təcrübə mübadiləsi üzrə görüşlər başlanılıb. İtaliyalı həkimlərin 40 illik təcrübəsinə əsaslanaraq azyaşlılarda bir çox xəstəliklərin erkən aşkarlanması və müalicəsi mümkün olacaq. Mübadilə proqramı çərçivəsində Azərbaycanlı pediatrların da İtaliyada təcrübə keçəcəkləri də bildirilir. Vatikanlı mütəxəssislər pediatriya sahəsindəki təcrübələrini Azərbaycanlı həmkarları ilə bölüşmək üçün Bakıya gəlib. Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda Bambino Gesù Uşaq Xəstəxanasının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Pediatrik xəstəxanada nadir xəstəliklər, molekulyar genetika, klinik diaqnostika və digər müvafiq sahələr üzrə özlərinə məxsus müayinə və müalicə üsulları mövcuddur. Və bu təcrübəyə əsaslanaraq Bambino Gesù Uşaq Xəstəxanasının metabolik xəstəliklər şöbəsinin rəhbəri Carlo Dionisi Vici Azərbaycanlı həmkarları ilə keçirilən mübadilə görüşünü yüksək qiymətləndirib. I'm very happy to talk on behalf of the Bambino Gesù Children's Hospital. Biz Vatikanlı nümayəndə heyəti ilə Azərbaycana gəldiyimiz üçün çox şadıq. Əslində buraya gəlişimizin özünə məxsus hekayəsi var. Bu hekayə ötən il Bambino Gesù xəstəxanası ilə Heydər Əliyev Fondu arasında əməkdaşlıq sazişi imzalandıqdan sonra başladı. Təxminən bir il əvvəl Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bambino Gesù xəstəxanasına səfər etmişdi. Bu səfər bizim üçün böyük şərəf idi və səfər zamanı mümkün əməkdaşlıq imkanlarını müzakirə etmək fürsətini əldə etdik. Söhbət zamanı bizim çalışdığımız xəstəxana ilə Azərbaycanda da mövcud olan pediatriya sahəsinə təcrübə mübadiləsi proqramlarının təşkili barədə qərara gəldik. Burada önəmli olan pediatriya sahəsində uşaqlara göstərilən tibbi yardımın keyfiyyətini artırmaqdır. Müzakirələrdən sonra biz Heydər Əliyev Fondu tərəfindən Azərbaycana dəvət olunduq və bugün buradayıq. Son bir neçə gün ərzində Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu, Pediatriya İnstitutu və Ginekologiya İnstitutu ilə görüşlər keçirdik və onlarla əməkdaşlığın perspektivlərini müzakirə etdik. Əslində bu əməkdaşlıq bir tərəfdən bizim klinik təcrübəmizi, xüsusilə də nadir xəstəliklər sahəsindəki bilik və imkanlarımızı təqdim etməyə əsaslanır. Çünki nadir xəstəliklər Bambino Gesù xəstəxanasının əsas güclü istiqamətlərindən biridir. Azərbaycanda da bu sahə üzrə ixtisaslaşma yaxşı nəticələr verəcəyinə bizdə ümid yaradır. Digər tərəfdənsə biz yeni doğulmuşların skrininqi sahəsində texnoloji bilik və təcrübənin inkişaf etdirilməsi imkanlarını təklif etmişik. Görüşlər zamanı Azərbaycan səhiyyə sisteminin necə gözəl təşkil olunduğuna şahid olduq. Ölkə həm həkimlər, həm də vətəndaşlar üçün böyük imkanlar yaradıb. Əslində təcrübəniz də çox yaxşı səviyyədədir. Sadəcə olaraq biz spesifik pediatrik xəstəliklər üzrə ixtisaslaşdığımızdan bu mübadilə proqramının uğurlu olacağına inanırıq.
so far considered untreatable diseases. Professor Carlo Dionisivici və heyəti Azərbaycanlı həkimlərin molekulyar genetika, klinik diaqnostika, neonatal skrininq proqramlarının təşkili, metabolik və genetik xəstəliklərin erkən aşkarlanması, nadir xəstəliklərin diaqnostikası və idarə olunması, eləcə də beynəlxalq praktikada tətbiq olunan müasir laborator və klinik yanaşmalar barədə öz təcrübələrini bölüşüblər. Bu əməkdaşlıq sahəsində Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda neonatal skrininqin köməyi ilə genetiklər tərəfindən yeni doğulanlarda 5 genetik xəstəlik üzrə skrininq müayinələri həyata keçirilirdisə, bu müayinələrin sayı gələcəkdə daha da artırılacaq. Hazırda ölkə üzrə neonatal skrininq vasitəsilə yeni doğulan körpələrin daban nahiyəsindən qan nümunəsi götürülərək onu müxtəlif patologiyalar üzrə təhlil etmək mümkündürsə, Vatikanlı həkimlərlə təcrübə proqramından sonra bu prosedur fərqli üsullarla da yerinə yetirilə biləcək. We can offer the possibility to extend your Azərbaycanlı həmkarlarımızla söhbətdə hazırda meydana çıxan yeni dərmanlar, o cümlədən gen və gen əsaslı terapiyaların əvvəllər müalicəsinin mümkünsüz hesab olunduğu xəstəliklərin bu texnologiya vasitəsilə daha erkən mərhələdə müalicəsinə imkan yaranacağını praktiki nümunələr üzərində izah etdik. Çünki bizim çox sayda uğurlu nəticələrimiz olub. Məsələn, metabolik xəstəliklərin böyük bir hissəsini ənənəvi müalicə üsulları, qidalanma terapiyaları, həmçinin qaraciyər transplantasiyası, digər orqan transplantasiyaları və kök hüceyrə transplantasiyası kimi yeni müalicə metodları ilə müalicələr mümkündür. Bu erkən diaqnoz və erkən müalicə aparılmadıqda ağır proqnoza malik olan xəstələrin sağlamlığının yaxşılaşdırılması üçün öz təcrübəmizi paylaşmaq baxımından böyük fürsətdir. Azərbaycanda artıq 5 xəstəlik üzrə skrininq aparılır. Lakin məqsəd tandem kütlə spektrometriyası texnologiyasının tətbiqi ilə yeni doğulmuş skrininqinin imkanlarını genişləndirməkdir. Tandem kütlə spektrometriyası vasitəsilə yeni doğulmuşun aralıq metabolizmi haqqında geniş məlumat əldə etmək mümkündür. Bu texnologiya artıq skrininq edilən 5 xəstəlikdən əlavə digər müxtəlif xəstəliklərin də erkən aşkarlanmasına imkan verəcək. Müalicəsi mümkün olan xəstəliklərin siyahısının genişləndirilməsi neonatal dövrdə həyat qurtaran müalicələrin vaxtında başlamasına şərait yaradır. Skrininq bir növü xəstəlikləri əlamət vermədən əvvəl erkən aşkar etmək üçün aparılan yoxlama prosesidir. Yəni burada biz sadəcə laborator müayinədən əlavə bütöv bir sistem kimi düşünürük. Bu sistem xəstədən, yəni yeni doğulmuşdan qan nümunəsi götürən tibb bacısından başlayır. Daha sonra qan nümunəsi ciddi vaxt qrafikinə uyğun şəkildə laboratoriya mərkəzinə göndərilir. Laboratoriya mərkəzində neonatal skrininq aparılır və nəticə müsbət olduqda yeni doğulmuşun diaqnozunun təsdiqlənməsi üçün dərhal klinik mərkəzə yönləndirilir. Diaqnoz təsdiqləndikdən sonra isə dərhal müalicəyə başlanılmalıdır. Bu o deməkdir ki, skrininq yeni doğulmuşun vəziyyətinin yalnız bir anlıq görüntüsüdür. Diaqnoz təsdiq edildikdən sonra isə həmin pasiyentin həyat hekayəsi başlayır və bu, sonraki müşahidə üçün son dərəcə vacibdir. Daha yaxşı sağlamlıq nəticələrinə malik olmağın ən doğru yolu da budur. 40 illik peşə fəaliyyətimin hamısını metabolik xəstəliklərin öyrənilməsinə və araşdırılmasına həsr etmişəm. Bu sahə nadir xəstəliklərin olduqca mürəkkəb istiqamətlərindən biridir və 1400-dən çox müxtəlif xəstəliyi əhatə etməklə yanaşı, nadir xəstəliklərin təxminən 20%-ni təşkil edir. Və Azərbaycanda da bu öyrəndiyim təcrübəni beynəlxalq səviyyəyə gətirib çıxarmaq üçün bütün bilik və təcrübəmizi yerli həkimlərlə paylaşmağa hazırıq. 1400 different diseases. İtaliyadan gələn həmkarlarımız bizə daha ətraflı məlumat verdilər ki, bu daban testinin daha geniş 40-a yaxın xəstəliklərin müayinə olunması mövcuddur. Bu genişləndirilmiş spektroskopiya, metriya vasitəsilə mümkündür və pilot layihə olaraq Azərbaycanda da həmin bu daban testin artıq 5 xəstəlik deyil, 40 xəstəlik üzrə müayinəsinin aparılması nəzərdə tutulur. Yəni ki, bu bizim üçün çox gözəl bir imkan olacaq. Neonatal skrininqin tətbiqi ilə bağlı İtaliyalı həkimlər pilot layihə təklif ediblər.
Bunun üçün də azərbaycanlı pediatrlar İtaliyada təcrübə keçəcəklər. Müəyyən bilik və təcrübələri topladıqdan sonra həmin proqram Azərbaycanda da tam tətbiq oluna bilər. Bundan başqa, kliniki tədqiqatların aparılması da planlaşdırılır və təhlillərin nəticələri məqalə şəklində beynəlxalq jurnallarda dərc olunacaq. Nigar Namik, Sabir Səfərov, Ağalar Ağalarov, Real. Bugün Avroviziya mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək. Böyük maraqla gözlənilən musiqi yarışmasında Azərbaycanı Jiva səhnə adı ilə tanınan müğənni Cəmilə Həşimova təmsil edir. O, 2 nömrə adı altında səhnəyə çıxacaq. Jiva müsabiqədə Just Go adlı mahnını səsləndirəcək. Mahnının söz və musiqisinin müəllifi Azərbaycanlı və Amerikalı bəstəkar Fuad Cavadovdur. Qeyd eləyək ki, böyük final mayın 16-sında təşkil olunacaq. Açılsın sabahım gel, dert olup yaşadığım gel, yalvarıram çık gel. Beni terk et, yoruldum yalanından, beni terk et, bezmişim bu oyundan, beni terk et, kurtulun bu alovdan, beni terk et, çık benim dünyamdan. Şuşada Xarı Bülbül 9-cu Beynəlxalq Musiqi Festivalı başlayıb. Festival Cidir düzündə keçirilir. Bu ildə festivala yerli incəsənət nümayəndələri ilə yanaşı müxtəlif ölkələrdən musiqi kollektivləri və ifaçılar qatılıb. Festival çərçivəsində Şuşanın müxtəlif məkanlarında konsert proqramları, sənədli film nümayişi və digər mədəni tədbirlər təşkil olunacaq. Festival mayın 15-də də davam eləyəcək. Şuşanın rəmzi olan, gülün adını daşıyan Xarı Bülbül Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Vətən müharibəsindəki tarixi zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. 2024-cü ildə isə festival Şuşa ilə yanaşı Laçın şəhərində də əhatə edilib. Bəli, 30 illik fasilədən sonra artıq 6-cı ildir ki, azad ərazilərdə Azərbaycan musiqilərinin sədası gəlir. Çünki Azərbaycan çox zəngin mədəniyyətə malikdir. Yeri gəlmişkən, bugün saat 21:00-da Real televiziyasında Mişayinin vaxtı verilişində Mədəniyyət Naziri Adil Kərimli ilə eksklüziv müsahibə yayımlanacaq. Son dərəcə önəmli açıqlamalar olacaq. Odur ki, diqqətiniz Realda olsun. Xəbər axşamı bugünlük işini yekunlaşdırır. Sabah saat 20-də ən son xəbərlər və aktual mövzuları müzakirəsi ilə qarşınızda olacağıq. Sizinlə mən idim Novruz Harun.